Salam əziz tələbələr. Bu gün sizlərlə şəkil əlaqələr mövzusunun 3-cü səviyyəsini çəkəcəyik. Deməli, ilk sualda bizə kubların sayılması sualıdır. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bunun altındakı kub 13, 14, 15, 16, 17. 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28 dənə burada nəyim var? Kubum var. Növbəti sualım deməli, ikinci sual. Sual 2-də yenə tək-tək saysaq daha yaxşıdır. 1, 2, 3, 4, 5 dənə buradadır. 6, 7, 8, 9. Bunu niyə saymadım? Çünki burada saymışım. 9. Sonra 10, 11, 12, 13, bunun altındakı 14, 15, 16, 17, 18, 19, 20. Və qaldı üst tərəf 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31 dənə burada nəyim var? Kubum var. Cavab olur B variantı. Növbəti sualımız üçüncü sual. Üçüncü sualda rahat saymaq olur. Enindəkilərin sayını uzunundakılara vururuq. Burada eni də uzunu da eynidir. 4-ün 4-dədir. Vuranda eləyir nə qədər? 16 dənə. Yuxarıda da eynən 4-ün 4-dədir. Vuranda eləyir 16 dənə. Bir dənə qalır sütunları saymaq. Sütunlarda da gördüyünüz kimi hərəsində 3 dənədir və 4 dənə sütun var. 3, 3, 3 və bu sütunda da 3 dənə var təbii ki. Görməsək belə orada bir dənəsini onu da saymalıyıq. 4 dəfə də 3-üm eləyir 12. Bunları toplayıram. Eləyir 44 dənə burada kubum var. Növbəti sualımız dördüncü sual. Dördüncü sualda ilk növbədə ön hissəni sayıram. 1, 2, 3, 4, 5, 6. Bu arxanı enli uzunluğuna vurmaqla sayacağım. 6-nı qeyd edeyim. 1, 2, 3, 4, 5 enlidir. Daha doğrusu 5 uzunudur. 2 enidir. 5-i 2-yə vururam. Bu eləyir 10 dənə. Həmçinin onun üstündəki cərgədə, bu cərgədə yenə 2-nin 1, 2, 3, 4, 5-ədir. Orada da 10 dənədir. Və son olaraq qaldı üst. 3-ün 3-ə bu cərgədir. 9 dənə eləyir və 3 dənə də ən üstdədir. Bunları toplayanda eləyir 35, 38 dənə kubum var. Növbəti sualım 5-ci sual. 5-ci sualda mənə deyir dördbucaqlıların sayını tap. Dördbucaqlılar dediyinə görə mən burada həm trapesiyanı sayacağam, həm də rombu sayacağım. Çünki həm burada trapesiyalar var, həm romblar. Gəlin rəqəmləyərək sayaq. 1, 2, 3, 4, 5, 6. Deməli, 1 ilə 2 gördüyünüz kimi bir dənə romb yaradır. Hamısını bu formada sayacaq. Sonra 2 ilə 3 gördüyünüz kimi yaradır. 3 ilə 4 yaradır. 4 ilə 5 yaradır. 5 ilə 6 yaradır. Və 6 ilə də 1 yaradır. Və gəldik yenə 1-2-yə. 1-2-ni yazmamıza ehtiyac yoxdur, çünki yazmışıq. İndi trapesiyalara. Trapesiya 1, 2, 3 bir dənə trapesiya yaradır. Gördüyünüz kimi 1, 2, 3. Ondan sonra 2, 3, 4 birini yaradır. 3, 4, 5 birini yaradır. 4, 5, 6 birini yaradır. 5, 6, 1 birini yaradır. 5, 6, 1 birini yaradır. Və son olaraq 6, 1 və 2 də birini yaradır. Gördüyünüz kimi. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə burada nəyim var? 4 bucaqlım var. Cavab olur B variantı. Növbəti sualımız 6-cı sual. 6-cı sualda bizdə x-lərin sayını istəyir. Və diqqətlə baxsaq burada hər bir kubun içində
3 dənə bu formada X formasında fiqur var. Baxın, biri budur. Yəni bu ikisi birləşir, yaradır. Birini bu ikisi birləşir, yaradır. Və birini də bu ikisi birləşir, yaradır. Və hərəsində 3 dənədir. Burada da baxsaz, neçə dənə kub var? 1, 2, 3. Bir də mərkəzdə biri var. O da 4. Hərəsində 3 dənədirsə, 4-ü 3-ə vururam. Bu eləyir 12 dənə. 12 dənə artıq var. Və son olaraq da kənarlarda bizim görmədiyimiz X formasında olan fiqurlar da var. Biri bu kənardadır, bir dənə. Biri bu kənardadır, 2 dənə. Və biri də bu kənardadır, 3 dənə. Hansı ki, biz bunları saymamışıq. 3 dənə də budur. Cəmləyirəm, eləyir 15 dənə. Burada nə var? X formasında fiqur var. Növbəti sualım, 7-ci sual. 7-ci sual necə həll olunur? 7-ci sualda deməli biz ağ xananın üzərinə ağ xananı gələndə bizə qara xananı verir. Ağ xana üzərinə gəlinsin. Ağ xana bizə verir qara xananı. Qara xananın üzərinə qara xana gələndə bizə ağ xananı verir. Qara xana ilə qara xananı cəmləyəndə bizə ağ xana verir. Bəs ağ ilə qaranı cəmləsək görək nəyi verir? Qara ilə ağı cəmləsək boşluq yaranır. Qara ilə ağı cəmləyəndə isə nə yaranır? Boşluq yaranır. Baxsaq, biz bu hissəni tapmalıyıq. Burada deməli, boş hissə ilə boş hissə onsuz boş qalacaq. Boşla boş yenə boş qalacaq. Ağla qara. Ağla qaranın cavabı nə idi? Boş. Deməli, burada boş olacaq. Qara ilə ağ yenə boş olacaq. Qara ilə qaranın cavabı nə idi? O da ağ idi. Deməli, ortada bir dənə ağ nöqtə olacaq. Qalanları boş olacaq. Cavabım olur Y variantı. Növbəti sualım 8-ci sual. Sual 8-də. Sual 8-də diqqətlə baxsaz, birinci və üçüncü şəkildə sizdə 2 dənə çəngəl var. İkinci və dördüncü şəkildə sizdə 2 dənə qaşıq var. Və 5 və 6-cı şəkillərdə artıq sizdə hansı fiqur olmalıdır? Təbii ki, bıçaq olmalıdır. Çünki burada 3 dənə fiqur var və hər iki şəkildə bəzi fiqurlar 2 dəfə istifadə olunub, digərləri bir dəfə istifadə olunub. Ona görə də bərabər sayda istifadə eləməz. 5-ci şəkildə 2 bıçaq varsa, 6-da da 2 bıçaq olacaq. Çünki digərləri hər biri 2 şəkildə 2 dəfə istifadə olunubdur. Yerini müəyyənləşdirsək necə olacaqdır? Bax, əgər diqqətlə baxsaz, çəngəllər birinci şəkildə yan-yana gəlib, üçüncü şəkildə ayrı durublar. Eyni ilə qaşıqlar dördüncü şəkildə yan-yana gəliblər, amma ikinci şəkildə ayrı durublar. Və burada da bıçaqlar əgər ayrı gəliblərsə, son şəkildə nə edəcək? Yan-yana duracaqlar. Avtomatik onsuz C, Y və B variantları getmişdi. Bizə 2 dənə bıçaq lazım idi. A ilə D arasında qalır və yan-yana durmalıdır deyə A variantda gedir, qalır D variantı. Növbəti sualımız 9-cu sual. 9-cu sualda deməli bu şəkilləri birləşdirərək müəyyən hissələr əmələ gətiribdir. Burada baxsaq hansı şəkilləri birləşdiribdir? Soldakı şəkillərlə yuxarıdakı şəkilləri birləşdirərək mərkəzdəki şəkilləri alıbdır təbii ki. Və bizdən deyir ki, hansı birləşdirilmə düzgün şəkildə olmayıbdır. Yəni biz onu tapaq ki, hansı birləşdirilmə düzgün şəkildə olmayıbdır. Əslində bütün şəkillərə baxsaq hər biri düzdür. Sadəcə bir A-da səhvlik var. Bu iki şəkli birləşdirib mən bir A-nı almalıyam. Və bu iki şəkli birləşdirəndə buradakı qara kvadratı təbii ki, burada göstərir. Əla. Qara nöqtə yəqin ki, böyük qara dairənin içərisində itibdir. Bunu da göstəribdir. Əla. Ağ dairə sağ tərəfdə özünü göstəribdir. Buradakı dairə özünü göstərib. Uzun fiqur gördüyünüz kimi var. Və buradakı uzun fiqur gördüyünüz kimi var. Amma nəyin üstündən xətt çəkmədim? Gördüyünüz kimi bu ağ dairənin üstündən xətt çəkmədim. Çünki mən burada ağ dairəni görə bilmirəm. Burada nə olmalı idi?
Böyük bir dənə ağ dairə olmalı idi ki, mən bu cavab variantını nə edeyim? Düzgün şəkildə götürüm. Yəni cavabım olur 1A. Növbəti sualım 10-cu sual. Sual 10-da xəttlərlə işləmək lazımdır mütləq şəkildə. Ki biz xəttlərə baxacağıq. Çünki fiquru tam tamamlamaq məqsədə uyğun deyil. Biraz xəttlərin sayı çoxdur deyə biz xəttlərlə baxacağıq. Gördüyünüz kimi mənim fiqurumda bu xətt var. Yəni bu xəttin ikinci səfər iştirak etməsi nədir? Məcburi deyil. Amma burada həmin xətti gördüyünüz kimi ikinci səfər nə edibdi? İstifadə edibdi. Ona görə Y variantı çıxır. Həmçinin mənim əlimdə bu xətt də var. Bu xətti də ikinci dəfə istifadə etmək məcburi deyil. Yəni hər xətt bir dəfə istifadə olunmalıdır. Amma C variantında həmin xətti istifadə edib. Yerinə görə təyin edə bilərsiniz. Bax, qara nöqtədən məsafəsinə görə təyin edə bilərsiniz ki, bu istifadə olunmuş bir xəttdir və burada yenidən istifadə edib. C variantı da çıxır. Mən qalıram A, B və D arasında. Və bunları da öz fərqlərinə görə müəyyənləşdirəcəm ki, nəyə görə fərqlənirlər. Və məsəl üçün B-də belə bir xətt var. Həmin xətt D-də yoxdur. Gəlin baxaq görək bu xətt mənə lazımdırmı, yoxsa lazım deyilmi? Təbii ki, o xətt bax uzaqlıq məsafəsinə baxsam, yəqin ki, buralarda bir yerdə olacaqdır və həmin xətti mən burada görürəm. Hal-hazırda bu şəkildə var. Amma mən bu şəkildə olmayan xəttləri tapmalıyam da, çünki sual işarəsi sağdadır. Bu şəkildə varsa, artıq bunu yenidən istifadə eləməyim düzgün deyil. B variantı da gedir. A ilə D arasındakı fərqə baxıb, cavabı müəyyənləşdirək. A ilə D arasındakı fərq aşağıdadır. Aşağı hissədədir ki, bu hissə A-da var, amma bu hissə D-də yoxdur. Görək bu hissə bizə lazımdırmı, yoxsa deyilmi? Təbii ki, bu hissə gördüyünüz kimi şəkildə necədir? Verilibdir. Görürsünüz? Bu hissə şəkildə verilibdir. Mənim artıq burada bunu təkrarən verməyim düzgün deyil. A variantı da gedir, qalır D variantı. Növbəti sualımız 11-ci sual. Deməli, 11-ci sualda necə eləyirik? 11-ci sualda ilk növbədə baxsaz, bu mərkəzdəki fiqur bizdə bucaqlarının sayı bir vahid artıb. Çöldəki fiqurun isə bucaqlarının sayı bir vahid azalıb. İkinci şəkildə mərkəzdəki fiqurun bucaqlarının sayı bir vahid azalıb. Çöldəki fiqurun bucaqlarının sayı bir vahid artıb. Görürsünüz, buradakının tam tərsidir elədir. Yəni, burada müxtəlif kombinasiyalar eləyir. Məsələn, burada da mərkəzdəkinin də bucaqlarının sayı bir vahid artıb. İçəridəkinin də bucaqlarının sayı bir vahid artıb. Eyni ilə burada da mərkəzdəkinin də bucaqlarının sayı bir vahid artıb. İçəridəkinin də. Daha doğrusu çöldəkinin də bucaqlarının sayı bir vahid artıb. Qaldı ki, buna gördüyünüz kimi bütün kombinasiyalardan demək olar ki, istifadə eləmişəm. Yalnız mərkəzdəkinin bucaqlarının sayının bir vahid azalması ilə çöldəkinin bucaqlarının sayının bir vahid azalmasından istifadə eləməmişəm. Yəni, hər ikisinə mənfi eləməmişəm. Hər ikisinə müsbət var. Birinə müsbət, birinə mənfi, birinə mənfi, birinə müsbət var. Amma hər ikisinə mənfi olan yox. Yəni, çöldəkinin bucaqlarının sayını bir vahid azaltmalıyam. Onda olacaq 5 bucaqlı. C variantı və B variantı arasında qalıram. Aha, buradan A gedir, D gedir və Y gedir. Ya C-dir, ya da ki B-dir. Və içəridəkinin də bucaqlarının sayını bir vahid azaldıram. Buradan da B variantı gedir, qalır C variantı. Növbəti sualımız 12-ci sual. 12-ci sualda necədir? 12-ci sualda bu hissəni bərpa eləyib mən burada verilən fiqurlarla o hissəni tamamlamalıyam. Və gördüyünüz kimi hər dəfə 2 dənə ağ, bir dənə qara, 2 dənə ağ, bir dənə qara, 2 dənə ağ, bir dənə qara, 2 dənə ağ, bir dənə qara bu formada irəliləyir. Və mən burada deməli 2 ağdan sonra mütləq şəkildə nə verməliyəm? Bir dənə qara verməliyəm.
Sonrakı hissədə yenə 2 ağ, bir qara olacaq və yenə 2 dənə ağ olacaq. Deməli, bura qara olmalıdır. Və alt hissədə də 2 ağ gəlməlidir və burada qara olmalıdır. Bunu həll elədikdən sonra mən fiqura nələri yerləşdirəcəyimi tapmalıyam. Və bu hissəyə yerləşdirə biləcəyim 5 var. Ondan sonra sol tərəfində qara olan 6 var. Başqa demək olar ki, heç bir fiquru bu hissəyə yerləşdirmək olmaz. Deməli, ya bura 5 olacaq, ya da ki 6 olacaq. İkisindən işləməliyik. Amma mən bura 6-nı qoysam, baxın, bu hissəyə 6-nı qoysam, digər hissələr digər fiqurlarla tamamlana bilmir. Çünki mən belə fiqurum yoxdur və yaxud da belə fiqurum yoxdur ki, tamamlaya bilim. Ondan sonra bu hissəyə mən 5-i yazıram. Bu iki hissəyə 5-i yazıram. Digər hissəyə. Baxın, burada deməli, fərqli bir rənglə işarə eləsəm. Burada bu hissəyə mən artıq başqa bir rəqəmi gətirib yaza bildim. Hansı ki, 7 oraya uyğun gəlir. 5 buraya uyğun gəlir. 7 də aşağı uyğun gəlir. Sağ tərəfə daha doğrusu. Aşağı qaldı, aşağı hissə. Orada təbii ki, 2 uyğun gəlir. Açıq aydın şəkildə görsənir ki, burada 2-ni qoysam mənim fiqurum tamamlanır. Deməli, 2, 5, 7-dən istifadə edərək mən bu fiquru nə edə bilirəm? Tamamlaya bilirəm. Növbəti sualımız 13-cü sual. Sual 13-də. Sual 13-də nə edib? Sual 13-də aşağıya doğru aynə əks verir. Yəni, bax, bu fiquru aşağıya doğru aynə əks verir. Bax, bunun aynə əksi budur. Sadəcə aşağı yığmalısınız. Aşağı tərəfindən baxmalısınız. Aşağıya baxmalısınız. Bunun aynə əksi budur. Bunun aynə əksi budur. Bunun aynə əksi budur. Bunun aynə əksini dedik. Bunun aynə əksini dedik. Bunun aynə əksi budur. Bunun da aynə əksi budur. Aynə əksini verib, amma necə? Aşağıya doğru. Siz də bunun aşağıya doğru aynə əksini verməlisiniz. Aşağıya doğru aynə əksini verəndə diqqətlə baxsaq, bu fiqurun aynə əksi elə, bəli, budur. Görsənir buradan. Bunu düzgün veriblər. B variantından D variantı gedir avtomatik. Bu fiqurun aynə əksini də düzgün veriblər A variantında. Elə yuxarıdan aşağı A variantıyla müqayisə etsək daha rahatdır. Bu fiqurun aynə əksini səhv veriblər. Bu fiqurun aynə əksi olmalı idi C variantındakı kimi, yəni buradakı kimi düz olmalı idi. Avtomatik A variantından Y variantda gedir, qalır C variantı. Bunun aynə əksi təbii ki, doğrudur. Bunun da aynə əksi təbii ki, doğrudur. Aşağıya doğru aynə əksi verməliyəm. Cavabım olur C variantı. Növbəti sualımız 14-cü sual. 14-cü sualda nə edib? 14-cü sualda müəyyən qanuna uyğunluqla birləşdiribdir fiqurları. Aha, ilk növbədə hansı fiqur gələ bilər? Məsələn, ilk növbədə burada 4 gələ bilər. 4-ü mən bura qoya bilərəm. 4-dən sonra 2-ni verə bilərəm. 2-dən sonra 1-i. 2-dən sonra 1-i versəm, axırı alınmır. 2-dən sonra 3-ü verək. 3-dən sonra 1-i verək. Deməli, 4, 2, 3 və 1. Burada ilk növbədə 4-ü qoysam 4 budur. 4-ü yerləşdirsəm plus və düz xətt olmalıdır. A variantı, C variantı və D variantı get. Başqa kombinasiya da ola bilər. Təbii ki, onu da nəzərə almalıyam. İkinci növbədə verməliyəm 2-ni. 2 budur. Düz xətt olmalıdır. Y getdi. Hələ ki, düz gedir. Sonra verməliyəm 3-ü. 3, düz xətt və bir soldan sağa düz xətt, bir yuxarıdan aşağı düz xətt. O da düzdür. Və sonra da 1-i verməliyəm. 1 də düz verilibdir. B variantı tərtəmiz düzdür. Burada düzülən ardıcıllığa uyğun mən də aşağıdakı şəkilləri həmin ardıcıllıqla, eyni ardıcıllıqla düzməliyəm. Növbəti sualım 15-ci sual. 15-ci sualda necə eləyib? 15-ci sualda bax, əgər bir sətir üzrə 3 dənə eyni fiqur üst-üstə düşübsə, onda boşluq yaranır. Yox, ikisi 1, biri təkdirsə, onda çox olan götürür. Görürsünüz, dairədən 2 dənədir deyə, qara dairədən 1 dənədir deyə, daha doğrusu ağ dairədən 2 dənədir, qara dairədən 1 dənədir deyə ağ dairəni götürüb. Niyə? Onun sayı çoxdur deyə.
Burada da bax, məsəl üçün, qara bir dənədir, ağ iki dənədir. Ona görə yenə sol ağ küncdə ağ götürübdür. Deməli, sayı çox olanda sayı çox olanı götürür. Üçünün də sayı eyni olanda boşluq yaranır. Burada baxsam, ağ, iki dənə ağ, bir dənə qara. Deməli, sol küncdə ağ götürəcəm. Ondan sonra baxsam digərinə. Qara, qara, qara. Deməli, bura boşluq olacaq, boş olacaq yəni. Ağ, ağ, ağ. Burada boşluq olacaq. Üçü də eyni olanda boş olurdu. Bu da ağ, qara, qara. İkisi qaradır deyə nəyi götürməliyəm? Təbii ki, qaranı götürməliyəm. Deməli, sağ ağ küncdə də qara olacaq. Sol yuxarı künc ağ, sağ alt künc qara. Cavab olur C variantı. Növbəti sualımız 16-cı sual. 16-cı sualda nə edib? 16-cı sualda həm nöqtələr, içərdəkilər çölə çıxıb, gördüyünüz kimi. Bax, bu içərdədir, çölə çıxıb. İçərdədir, çölə çıxıb. Uyğun tərəflə. Bax, uyğun tərəfi budur. İçərdədir, çölə çıxıb. Və həmçinin də rəng dəyişibdir. Biz çəksək fiqurumuzu. Bu içərdədir, bax, çıxacaq çölə və rəngi ağ olduğuna görə olacaq qara. Bu qara çöldədir. İçəriyə girəcək və qara olduğuna görə olacaq ağ. Bu qara da çöldədir. Yenə içəri doğru girəcək və rəngi olacaq ağ. Rəng də dəyişməlidir. Bu ağ içəridədir, çölə çıxacaq. Rəngi olacaq qara. Bu ağ çöldədir, içəri girəcək. Rəngi olacaq qara. Bu qara içəridədir, çölə çıxacaq. Rəngi olacaq ağ. Bu formada bir fiqur olmalıdır. Cavabım olur hansı variant? C variantı. Növbəti sualım 17-ci sual. 17-ci sualda nədir? 17-ci sualda çöldəki fiqurun bucaqlarının sayı 1 vahid azalıb. Gördüyünüz kimi 5 bucaqlıdır. Olub nə? 4 bucaqlı. 5 bucaqlı, 4 bucaqlı olub. Və içəridə də qara nöqtələr olub ağ nöqtələr. Amma onların da sayı 1 vahid artıb. Və neçədən qara nöqtə var? 1, 2, 3, 4, 5. Amma burada 6 dənə ağ nöqtə var. Deməli, içəridəkilərin rəngi dəyişir və sayı 1 vahid artır. Çöldəki fiqurunda bucaqlarının sayı 1 vahid azalır. Burada indi 7 bucaqlıdır. Təbii ki, olacaq 6 bucaqlı. 1 vahid azalarsak olacaq 6 bucaq. İçəridə də 3 dənə ağ varsa, olacaq ilk növbədə 4 dənə. Amma rəng də nə olacaq? Dəyişəcək. Dəyişəcək də olacaq nə? Hamısı qara. 4 dənə qara nəyin içərisində? 6 bucaqlının içərisində. Cavabım olur Y variantı. Növbəti sualım 18-ci sual. 18-ci sualda maraqlı sual tiplərindən biridir. Sadəcə diqqətlə baxmaq lazımdır buna. Nədir burada məsələ? Məsələ ondan ibarət ki, burada hər bir rəqəmi veribdir, rəqəmləri və onların güzgü əkslərini veribdir, simmetrik formada. Baxsaz, baxın. Bu nədir? Bir rəqəm. Bu da onun güzgü əksi. Bu nədir? 2 rəqəm. Bu da onun güzgü əksi. Bu 3'dür. Bu da onun güzgü əksidir. Bu 4'dür. Bu onun güzgü əksidir. Bu 5'dir. Bu da onun güzgü əksidir. Bu 6'dır. Bu da onun güzgü əksidir. Bu da 7'dir. Bax, hansı ki belə durubdur. Bu da 7'dir. Bu da qarşısındakı da onun güzgü əksidir. İndi mən 8'i verməliyəm və güzgü əksini verməliyəm. Təbii ki, C variantıdır. 8 və güzgü əksi. Cavabım olur C variantı. Burada məsələn 9'u verib. Bu da 9'a oxşuyur. 9 təbii ki belə olmalı. Yəni B variantında daha düzgün verib. Burada 0'ı verib. Burada da yenidən təkrarlanıb. Növbəti sualımız 19-cu sual. 19-cu sualda mənə deyir ki, aşağıdakı şəkildə neçə kub var? Və mən burada kubların sayını tapmalıyam. İlk növbədə balaca kubları sayaq. 1, 2, 3, 4, 5, vurulsun 3, vurulsun 1, 2, 3, 4.
5 vurulsun, 3 vurulsun, 4. 5-i 3-ə vuranda, sonra növbəti dəfə 4-ə vuranda nə qədər eləyir? 5 vurulsun, 3 vurulsun, 4. Bu eləyir 60 dənə. Sonra bunların hər birini bir vahid azaldaraq davam edir. 4 vurulsun, 2 vurulsun, 3. Bu eləyir 24 dənə. Sonra 3 vurulsun, 2 vurulsun, 1. Bu 1 olur, bu 2 olur, bu da 3 olur. Bu deyir nə qədər? Bu deyir 6 dənə. Amma ki, artıq bundan sonrasında cavablar sıfır alındığına görə ehtiyac deyil. Və biz bunları toplayırıq. 60 plus 24 plus 6. Bu deyir nə qədər? 90 dənə burada nəyim var? Kubum var. Təbii ki, kublar deyəndə mən yəni bu kublarda nəzərə almalıyam. Baxın. Hansı ki, bu kublarda var. Mən bunları da saymalıyam bu kubun içində. Balacaları tək-tək saymalıyam. Bunları saymalıyam. Sonra 3-ün 3-ü olanlar var. Hansı ki, bundan biraz daha böyük. Ki, mən onları da saymalıyam və bunun içərisində, bu verilən şeyin içərisində hər birini bir vahid azaldaraq getdiyimiz halda bütün kubları saymış oluruz. Bu təkli kubların sayıdır. Bu həmin o 8'li kubların sayıdır. Yəni bunların. Və bu da 3-ün 3-ü olan həm eni, həm uzunu, həm də ki, hündürlüyü 3 olan 27'li kubların sayıdır. Növbəti sualımız 20-ci sual. 20-ci sualda deyək ki, aşağıdakı fiqurun səthi bütünlükdə qırmızı boya ilə rəngləndikdə sonra fiqur kiçik kublara ayrılır. Neçə kiçik kubun heç bir üzü rənglənməmişdir. Aha, bunu yadımızda saxlayaq ki, burada bir üzü rənglənən, 2 üzü rənglənən, 3 üzü rənglənən və heç bir üzü rənglənməyən kublar var. 3 üzü rənglənənlər həmişə tillərdə duranlardır. Yəni bunlar, hansı ki bunların sayı nə qədərdir? Bunların sayı həmişə 8 olur. 200'ü rənglənənlər bu ortada duranlardır. Yəni tillərin arasında duranlar. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Aslında 12'ni mən 2'yə vursam kifayət edəcək. Çünki digər tərəfdə də elə burada saydığım qədər mənim nəyim var? Kubum var. 12'ni yox, daha doğrusu 11'i. Belə vurmağım daha düzgün. 12'ni bəli, 12'ni. 24 dənə. 24 dənə burada 200 rənglənmiş kub var. Növbəti bir üzü rənglənən. Bir üzü rənglənənlər də gördüyünüz bir üzü rənglənənlər sahib vurursunuz ki, bir üzü rənglənənlər tam ortada duranlardır. Hansı ki bunlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bunda 2'yə vurursunuz 22 dənə. 22 dənə bulardır və tam mərkəzdə duranlar da ümumi saydan çıxsız. Bunlar eləyir 54. Ümumi sayda burada 60 dənədir. 60-dan 54-ün çıxanda nə qədər eləyir? 6 dənə də burada heç bir üzü rənglənməyən nəyim var? Kubum var. Heç bir üzü rənglənməyən istəyir sizdən. Növbəti sualım 21-ci sual. 21-ci suala baxsaq, bizdən bir üzü rənglənənlər istəyir. Bir üzü rənglənənləri dedik, necə sayırıq? Elə gördüklərimizi sayıb 2'yə vururuq. 3, 6, 9, 12, 13, 14, 15, 16, 17, 18, 19. Gördüklərim bunlardır. Bunlar 200 rənglənənlərdir. Bunlar 300 rənglənənlərdir. Sadəcə mərkəzi hissədə duranlardır bir üzü rənglənənlər və bunları saydıq 19 dənə. Vuracaq 2'yə, çünki digər tərəfdə də, hansı ki qarşı tərəfdə, sol tərəfdə və alt tərəfdə də eyni sayda kub var deyə bunları 2'yə vurur. Bu deyir 38 dənə tək üzü rənglənən kub. Növbəti sualım 22-ci sual. 22-ci sualda məndən 200 rənglənənlər istəyir. Yenə yarısını sayıb
2-yə vura bilərəm. Amma yarısını dəqiq saymaq lazımdır. Bunun yarısı bura qədərdir. Görürsünüz 4 cərgədir. 1, 2, 3, 4. Bu 2 cərgədə olanları sayacağam və digər üzdə olanların tapmaq üçün 2-yə vuracam. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və bir dənə də ən altda bunun qarşı üzündə 20 dənə. 20-ni də 2-yə vuracam. Onsuz bu tərəfdə də eyni saydadır. Bundan o tərəfdə də eyni saydadır bu hissədə. 20-ni də 2-yə vuranda eləyir 40 dənə. Burada 40 dənə 200 rənglənmiş nə var? Kub var. Növbəti sualım 23-cü sual. 23-cü sualda. 23-cü sualda deyir ki, mənə bir-birinə bərabər 8 hissəyə bölünmüş 3 dairə şəkildə kimi bir-birinə bağlanmışdır. 1 və 2-ci dairə bir-biri ilə eyni, 3-cü dairə isə digərləri ilə tərs istiqamətdə dönməkdədir. 3-cü dairə saat əqrəbinin əksi istiqamətində 90 döndürülərsə, birinci şəkil aşağıdakılardan hansı olar? Mən deyir ki, bu saat əqrəbi istiqamətinin tərsinə 90 dərəcə dönərsə, birinci fiqur necə dönər? Təbii ki, bunlar 1 ilə 2, bunun əksinə hərəkət elədiklərinə görə bu saat əqrəbinin tərsinə 90 dönürsə, bu saat əqrəbi istiqamətində 90 dərəcə dönəcəkdir. Saat əqrəbi istiqamətində 90 dərəcə dönməlidir. D variantı deyir, bu 180 dərəcə dönmüş versiyasıdır. 90 dərəcə dönmüş versiyasını tapmaq üçün pərgar üsulundan istifadə edirəm. Deməli, buradakı qara hissə gəlməlidir bura. Buradakı qara da keçməlidir aşağı. Yəni, bu hissədə durmalıdır. Bu iki hissə qara olmalıdır. 90 dərəcə dönürsə, bu iki hissə qara olmalıdır. Hansı ki, cavabım olur nə? C variantı. Digərləri 90 dərəcə dönmüş vəziyyət deyil. Növbəti sualım 24-cü sual. 24-cü sual sadə ağ-qara sualdır. Deməli, biz burada ilk növbədə ağ plus ağı tapmalıyıq. Sonra qara plus qaranı tapmalıyıq. Ağ plus qaranı tapmalıyıq və qara plus ağı tapmalıyıq. Bunların cavablarına nəzərəndə cavabları qeyd eləməliyik. Deməli, bax, ağ plus qara mənə nəyi verir? Ağı. Ağ plus qara ağdırsa, qeyd edirəm ağ. Ağ plus ağ nədir? Qara. Ağ plus ağ qaradır. Qeyd edirəm qara. Qara plus qara. Qara plus qara eləyir ağ. Ağ və qara plus ağ. Qara plus ağ hardadır? Qara plus ağ da buradadır. O da eləyir ağ. Deməli, mən sadəcə qara ilə işləyirəm. Nəyə görə? Çünki bütün hissələr ağdır. Bir dənə ağla ağ üst-üstə düşəndə qaradır. Və mən bu şəkildə baxsam ki, hansı ağlar üst-üstə düşür, yalnız onları götürə bilərəm. Baxın, burada bir dənə bu ağla bu ağ üst-üstə düşür. Bu ikisi tam ağdır. Deməli, sizdə verilən kvadratın bir dənə orta cərgəsində bu hissə qara olacaq, 100%. Bunda qara olduğu onsuz bir dənə variant var, Y variantıdır. Bir də bəli, bu hissə ilə bu hissə ağlar üst-üstə düşür. Deməli, burada qara olacaq. Növbəti sualım 25-ci sual. 25-ci sualda necə həll edirik? Eyni formadadır. Yenə ağ plus A qeyd eləməliyəm. Qara plus qaranı qeyd eləməliyəm. Ağ plus qaranı qeyd eləməliyəm və qara plus A qeyd eləməliyəm. Buradan deməli təyin eləsək, ağın üstə qara gələndə mənə qaranı verir. Ağın üstə qara gələndə qara verir. Ağın üstə qaranı gəlirəm və mənə nə verir? Qaranı verir. Ondan sonra qaranın üstə ağ gələndə mənə yenə qara verir. Qaranın üstə ağ mənə yenə qara verir. Qara ilə qaranı toplayanda mənə ağ verir. Ağ verir. Və ağ ilə ağ toplayanda mənə ağ verir. Ağ verir. Deməli, mən ancaq fərqli rənglər üst-üstə düşəndə onları qara götürməliyəm. Əgər eyni rənglər üst-üstə düşübsə, onların hər biri nədir? Ağ. Baxsaq burada fərqli rənglər üst-üstə düşən. Baxın, burada qara ilə qaradı olmaz. Ağ ilə ağdı olmaz. Qara ilə qaradı olmaz. Deməli, ən üst cərgə. Üçü də nə olmalıdır? Ağ olmalıdır. Buradan A gedir, buradan D gedir, buradan C gedir. Çünki ən üst cərgə. Üçü də nə olmalıdır? Ağ olmalıdır.
Ya Y variantıdır, ya da B variantıdır. Bu ikisini müqayisə etmək lazımdır. Deməli, baxaq, qara ilə ağ üst-üstə düşəndə mənə nəyi verirdi? Qaranı təbii ki. Deməli, bura qara olacaq. Y variant getdi, qaldı B. Növbət sualımız 26-cı sual. 26-cı sualda ağ-qara sualdır. Deməli, ağ üstə gələk qara mənə ağ veribdir. Ağ üstə gələk qara mənə ağ veribdir. Qara üstə gələk ağ mənə ağ veribdir. Qara üstə gələk ağ mənə ağ veribdir. Ağ üstə gəl ağ qaranı verib. Ağ üstə gəl ağ mənə verib qaranı. Bu ağdır bu arada. Qara üstəgəl ağ ağdır. Qara üstəgəl ağ ağdır. Və qara üstəgəl qara qaldı. Qara üstəgəl qara da mənə qaranı veribdir. Qara üstəgəl qara da mənə nəyi veribdir? Qaranı verib. Və ilk növbədə mərkəzə baxsam, qara üstəgəl qara, qara olmalıdır. Mərkəzi qara olmalıdır. B getdi, C getdi. Sonra mərkəzdən birə çıxsam, ağ üstəgəl ağ. O da qara olmalıdır. Yəni bir böyüyü də qara olmalıdır. D ilə Y getdi. Kənara baxsam, qara ilə ağın cəmi nə olmalıdır? Ağ. A variantı qalır. Növbəti sualımız 27-ci sual. Keçirik 27-ci sualımıza. 27-ci sualda nə edibdir? 27-ci sualda da ağ-qara sualdır. Deməli, ağın üstə ağ gələndə gördüyünüz kimi qara olur. Ağla ağı toplayanda qara olur. Qara ilə ağı toplayanda yenə qara olur. Qara ilə ağı toplayanda yenə qara olur. Qara ilə qaranı toplayanda ağ olur. Qara ilə qaranı toplayanda ağ olur. Deməli, bir dənə qara ilə qaranı toplayanda mənə ağ cavabı verir. Qalan hamısında qara cavabı verir. Gəlin bura baxaq. Ağ, qara. Qara, ağ. Ağ, qara. Qara, ağ. Ağ, qara. Qara, ağ. Ağ, qara, qara, ağ. Heç birində qara ilə qara üst-üstə düşmədi. Deməli, onda bütövlükdə nə olacaq? Bütövlükdə qara olacaq. Cavabım olur Y variantı. Növbəti sualımız 28-ci sual. 28-ci sualda nə edibdir? 28-ci sualda fiquru ilk növbədə 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırladıbdır. Ondan sonra isə aynə əksini yazıbdır. Bunu 90 dərəcə fırladanda fiqur bu formada durur, təbii ki. Və buna aynə əks verəndə, təbii ki, şəkildə görsəndiyi kimi olur. Bunu da 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırladanda fiqurum gəlir bu formada durur. Buna da aynə əks verməliyəm. Aynə əks verəndə təbii ki, hansı formada verirəm? Mənim burada gördüyüm qara nöqtə olduğu kimi qalacaq. Soldakı xətt sağa keçir. Düz xəttdə olduğu kimi qalacaq. Bir dənə xətt yeri dəyişir. Yəni bu formada olmalıdır cavabım. Cavabım olur A variantı. Növbəti sualım 29-cu sual. 29-cu sualda nə edibdir? 29-cu sualda da saat əqrəbinin tərsi istiqamətində yenə 90 dərəcə çeviribdir və yenə ortadan aynə əks veribdir. Bu fiquru saat əqrəbinin tərsi istiqamətində 90 dərəcə çevirəndə təbii ki, bu formada dayanır. Və buna aynə əks verəndə burada gördüyünüz kimi dayanır. Mən bunu saat əqrəbinin tərsi istiqamətində 90 dərəcə çevirəcəm. Saat əqrəbinin tərsi istiqamətində 90 dərəcə çevirəndə mənim fiqurum üzü aşağı formada, yəni bu hissəsi aşağı formada və sol tərəfə baxacaqdır. Həmçinin ortadan xətt və buradan da bu hissədən xətt olacaqdır. İndi buna aynə əks verməliyəm. Aynə əks verəndə bilirsiniz də hər şey əksinə keçir. Sadəcə ortadakı xətt onsuz da olduğu kimi qalacaqdır. Buradakı üçbucaq keçəcəkdir sağa və buradakı xəttdə keçəcəkdir tam əksinə. Yəni cavabım bu formada olmalıdır. Hansı cavab variantıdır? Təbii ki, D variantıdır. Buradakı xətt bu arada birləşibdir.
Onu biraz dəqiq çəkim, düzgün olsun. Növbəti sualım 30-cu sual. Sual 30-da. Sual 30-da da yenə 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırladı fiquru. 90 dərəcə fırladanda üstündə qara nöqtə olan ox, yəni ümumiyyətlə qara nöqtə gəlib hara düşür? Oxların biri yuxarı baxır, biri sola baxır. Qara nöqtə də gəlir bura düşür. Və buna yenə bu formada aynə əks verəndə qara nöqtə bu ox olduğu kimi qalır. Bu ox tərsinə fırlanır. Qara nöqtə də təbii ki, gəlir yaxına düşür də, yaxın hissəyə düşür. Buradakı kimi. Deməli 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində mən bu fiquru fırlayacağam. 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırlayanda təbii ki, oval bu formada dayanır. Üçbucaq da üzü hansı tərəfə baxır? Təbii ki, üzü sol tərəfə baxır. Bu formada. Oturacaqdakı qara nöqtə dəyişmir və bu da üzü aşağıya bax, buradakı kimi. İndi mən buna aynə əks verməliyəm. Aynə əks verəndə təbii ki, üçbucaq elə bir tərsinə çevrilir. Nöqtəsi olduğu kimi yerində qalır. Oval olduğu kimi qalır. Oval heç bir dəyişikliyə uğramır. Və aşağıdakı ox işarəsi olduğu kimi qalır. Şəklim bu formada olmalıdır. Cavabım olur Y variantı. Növbəti sualımız 31-ci sual. 31-ci sualda nə edibdir? 31-ci sualda əslində sadəcə aynə əks veribdir. Başqa heç bir şey eləməyibdir. Ox işarələri də yoxdur ki, başqa nəsə eləyim. Sadəcə aynə əks veribdir deyə bilərəm. Bunu aynə əks verəndə dairə olduğu kimi qalır. Sadəcə buradakı fiqur hara keçir? Keçir sol tərəf. Yəni bu forma. Cavabım olur D variantı. Növbəti sualım 32-ci sual. 32-ci sualda mənə nə deyir? 32-ci sualda deyir ki, bax, bütün kubların sayını istəyir məndən. Amma bir dənə bu hissəni çıxır. Boşluq hissəni çıxır. Enindəkilərin sayını uzunundakılara vuraraq tapa bilərəm. Və hər bir nöqtə arası bir kubdur. Baxın, hər bir nöqtənin arasında bir dənə kub var. Bu formada. Bunları saymaq üçün nöqtələrin arasını saymaq kifayət edir. 1, 2, 3, 4, 5. 5 vurulsun hündürlüyü. Hündürlüyü 1, 2, 2 vurulsun uzunluğu. 1, 2, 3, 4, 5, 6, 7. 35 vurulsun 2 eləyir bu. Bu da 70 dənə məndə nə eləyir? Kub eləyir. 70-dən indi mən nəyi çıxacam? Buradakıların sayını. Burada neçə dənə kub var? Deməli 1, 2, 3, 4 dənə belə var. 4 dənə belə var. Təbii ki, ön hissədə də 2 dənəsi var. 1, 2. 6 dənə. 6-sını çıxıram. Nə qədər qalır? 64 dənə. Məndə yerdə qalanı istəyir. Bu 6 dənəni çıxandan sonra yerdə neçə dənədir? Kubu qalar. 70-dən 6-nı çıxıram, eləyir 64 dənə. Növbəti sualım 33-cü sual. 33-cü sualda nədir? 33-cü sualda qara hissələr nə vaxt üst-üstə düşübsə, sadəcə onlar qalıbdır. Amma deməli belə olur da, ağla qara üst-üstə düşəndə ağ olur. Ağla ağ üst-üstə düşəndə ağ olur. Amma nə vaxt ki, ancaq qara ilə qara üst-üstə düşübsə, onda qara olaraq da qalır. Bax, məsəl üçün burada. Qara ilə qara, qara olaraq da qalır. Qara ilə ağ, ağ olur. Bir də qara ilə qara, qara olaraq da qalır. İndi mən bu hissəni tapmalıyam. Qara ilə qara, qara olaraq da qalacaq. Yəni, yuxarı hissəsi ümumilikdə qara olacaq. C variantı getdi. Burada qara ilə qara, qara olaraq da qalacaq. Yəni, bu hissə ümumiyyətlə nə olacaqdır? Qara olacaqdır mənim fiqurumda. B variantı getdi. Amma burada qara ilə ağ üst-üstə düşdüyünə görə bura ağ olacaqdır. Bu hissə ağ olmalıdır. D variantı getdi. Qaldı ya A ya da ki Y variantı. Baxıram, bura qaradır. Burada qaradırsa, burada kiçik bir qara olmalıdır. Hansı ki A'dakı kimi. Y'də o qara verilməyib. Y variantı getdi, qaldı A variantı.
Növbəti sualım 34-cü sual. 34-cü sual necədir? Deməli, nə vaxt fərqli fiqurları toplamışamsa, cavab fərqli alınıb. Nə vaxt eyni fiqurları toplamışamsa, cavab eyni alıb. Bax necə? Üçbucaqla plus işarəsini, toplayanda mənə verir kvadratı. Görürsünüz, sol küncə baxdım. Bax, sol künc. Burada da sol künc, burada da sol künc, burada da sol künc. Mənə verir kvadrat. Görürsünüz, nə vaxt iki dənə fərqli fiquru toplasam, fərqli cavab alınır. Amma nə vaxt ki, iki dənə eyni fiquru toplasam, cavab yenə həmin fiqur alınır. Bax, kvadratla kvadratı toplamışam, kvadrat almışam. Deməli, yuxarı baxacaq. Əgər üçbucaqla üçbucağı toplayıramsa, ikisi də eynidirsə, elə üçbucaq alacam. Yuxarı sol küncüm üçbucaq olacaq. Amma kvadratla plusu toplayıramsa, iki dənə fərqli fiquru toplayanda elə fərqli cavab alınmalıdır. Alınacaq yenə üçbucaq. Plusla plusu toplayanda yenə plus alınacaq və kvadratla plusu toplayanda yenə üçbucaq alınacaq. Üçbucaq, üçbucaq, üçbucaq. Sağ tərəfdə bir dənə plus olacaqdır. Cavabım olur Y variantı. Növbəti sualım 35-ci sual. 35-ci sualda necədir? 35-ci sualda hər bir fiqur müəyyən dərəcə fırlanır. Baxın, buradakı balaca fiqur. Saat əqrəbinin tərsinə 90 fırlanır. Baxın, saat əqrəbinin tərsinə 90, bir dənə də 90, bir dənə də 90 fırlansa, onun o qara hissəsi düşəcəkdir bax sağ tərəfə. Sağ tərəfdə qarası olmalıdır. Sol yuxarıdakı bu balaca rombda sağ tərəfi qara olmalıdır, yəni bu formada. Bax, sağ tərəfi qara olmalıdır, sol tərəfi ağ olmalıdır. Buradan deməli A variantı çıxdı, C variantı çıxdı, D variantı çıxdı. Rombdur, kvadrat deyil. Romb formasında durubdur. Aha, baxsaq, B ilə Y arasında nə fərqlənir? Bu eynidir, gördüyümüz kimi. Xeyr, eyni deyil. Deməli, bundan elə bu fərqlənəcəkdir. Görək hansıdır? Deməli, bu da saat əqrəbi istiqamətində 90 dərəcə fırlanır gördüyüm kimi. Bir dənə də 90 dərəcə fırlanıbdır. Bir dənə də 90 dərəcə fırlansa, kvadratın sol yuxarı tərəfi qara olacaqdır. Sağ aşağı tərəfi ağ olacaqdır. Buradan da deməli B variantı gedir, qalır Y variantı. Hər bir fiqur fərqli formada fırlanıbdır burada. Bunlar da 180 dərəcə fırlanıbdır gördüyünüz kimi. Bir dəfə belə olubdur, bir dəfə belə olub, bir dəfə belə olub. Yenə qayıdıb ikinci variantda olduğu kimi olmalıdır. Yenə də uyğun gəlir. Növbəti sualım 36-cı sual. 36-cı sualda vəziyyət nədir? 36-cı sualda deməli dairə neyini? Dairə sadəcə içəridəki fiqurları çölə çıxardır. Çöldəki fiqurları içəri salır. Üçbucaq neyinir? Üçbucaq. Bu da deməli içəridəki fiqurlar olduğu kimi qalır. Çöldəki fiqurda olduğu kimi qalır. Amma sadəcə rəngini qaraldıq gördüyünüz kimi. Üçünün də rəngi qaradır. Kvadrat neyiniyibdir? Kvadrat da çöldəki fiqurları ümumiyyətlə yoxa çıxardıbdır. İçəridəki fiqurlarda olduğu kimi saxlayıb. Deməli, mənə lazımdır ki, bütün hamısının rəngi qaralsın. Həmçinin də içəridəki fiqurlar çölə, çöldəki fiqurlar isə içəri girsin. Avtomatik o dəqiqə hansını tətbiq eləyəcək? Təbii ki, dairəni tətbiq eləyəcək mütləq şəkildə. Çünki içəridəki fiqurları çölə, çöldəkiləri içəri salan hansıdır? Dairədir. Deməli, dairə mütləq şəkildə olmalıdır. Və hamısının rəngini qaraldan hansıdır? Hamısının rəngini qaraldan təbii ki, üçbucaq. Üçbucaq da nə edəcəkdir? Hamısının rəngini qaralacaq. Dairə və üçbucağın olmağı düzgün cavab. Dairə və üçbucaq. B variantı. Növbəti sualım 37-ci sual. 37-ci sualda məndə kvadratların sayılmasıdır. Bunu təbii ki, klassik üsulla sayacaq. Bu kvadrat 4-ün 4-dədir. İlk növbədə 4 dənə enindən, 4 dənə uzunundan. Eni uzunu yoxdur təbii ki. 4 vurulsun 4.
Üstə gəlinsin, hərəsini 1 vaid azaldıram. 3 vurulsun 3. Üstə gəlinsin, hərəsini 1 vaid azaldıram. 2 vurulsun 2. Üstə gəlinsin, hərəsini 1 vaid azaldıram. 1 vurulsun 1. Bərabər nə qədər? 30-dur. Bunu standart üsulla saymaq olur deyə cavabım 30. Növbəti sualım 38-ci sual. 38-ci sualda da eyni şeydir. Deməli, 2, 4, 6. 2, 4, 6. 6-nın 6-ya. 6 vur 6, üstə gələk. 5 vur 5, üstə gələk. 4 vur 4, üstə gələk. 3 vur 3, üstə gələk. 2 vur 2, üstə gələk. 1 vur 1. Bunları hesablayaq. 36-nın üstünə 25, 61, üstünə 16, 77, üstünə 9, 86, üstünə 4, 90 və üstünə 1, 91. Burada 91 dənə nəyim var? Kvadratım var. Növbəti sualım 39-cu sual. 39-cu sualda standart üsulla saymaq istəyirəmsə, ilk növbədə ən böyük hissəni çıxartmalıyam. Ən böyük hissə burada təbii ki budur. Ən böyük hissəni çıxartdım və standart üsulla burada sayıram. Standart üsulla sayanda necə saymalıyıq? Deməli, 1, 2, 3-ün 1, 2, 3, 4-ə. Yenə 3 vurulsun. Uzunundakıların sayı 4. Üstə gəlinsin. Hərəsini 1 vaid azaldıram. 2 vurulsun 3. Üstə gələk. Hərəsini 1 vaid azaldıram. 1 vurulsun 2. Bu artıq burada bitir, çünki bundan sonrası sıfıra gedir. Bu eləyir 12, 18, 20 dənə. 20 dənə bu qırmızı xətlə xətlədiyim hissənin içərisində kvadrat var. Təbii ki, çöldə qalanları da saymalıyam. Onu da üzərinə gələcəm. 1, 2, 3, 4, 5, 6, 7 dənə tək kvadratdır. Üstə gələk. İndi burada təbii ki, dördlü kvadratlar da var ki, mən onları da saymalıyam. Onlar da necə sayılır? Plusların sayı. Hansı ki, plus dediyim nədir? Bu. Bu dördlü kvadratdır hal-hazırda. Plus da bunun tam mərkəzidir. Plusların sayı. Çöldə qalan pluslar neçə dənədir? Onlara baxmalıyam. Təbii ki, bir dənəsi burada var. Artıq onu göstərdim. Biri də budur. Ki, mən bunun yarısı içəridədir, yarısı çöldədir. Mən sadəcə içəridə olanları saymışam bu 20 dənənin içərisində. Yarısı içəridə, yarısı olan, çöldə olanı saymamışam axı. Ona görə bunu da saymalıyam. 2 dənə də dördlü kvadratım var. 9'lu kvadrat falan yoxdur burada. Elə burada da bitir. 29 dənə nəyim var? Mənim kvadratım var bu şəkildə. Növbəti sualım 40-cı sual. 40-cı sualda yenə ən böyük hissəni mən xətlə ayırıram. Və deməli sayıram. 1, 2, 3, 4'ün 1, 2, 3, 4'ə. 4 vur 4. Üstə gələk. 3 vur 3. Üstə gələk. 2 vur 2. Üstə gələk. 1 vur 1. Bunu bayaq da saymışdıq. 30 dənə eləyir. Üstə gəlinsin, deməli, kənarlardakı təkləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə tək var. Və bir də son olaraq burada nəyi saymalıyıq? Son olaraq da plusların sayını saymalıyıq ki, neçə dənədir? Təbii ki, çöldə qalanları. Baxın, bu plusun yarısı çöldədir, yarısı içəridə. Biri budur. Yəni, bu kvadratdan söhbət gedir. Bir də bu plusun yarısı içəridədir, yarısı çöldə. Biri də budur. Hansı ki, bu kvadratdan söhbət edir ki, yarısı içəridədir, yarısı çöldə. 2 dənə də bunlardır. Bunları da cəmləsəm eləyir 40 dənə burada. Nəyim var? Kvadratım. Növbəti sualım 41-ci sual. 41-ci sualda yenə ən böyük hissəni mən olduğu kimi ayırıram. Ən böyük hissəni ayırdım. Və asan üsulla ən böyük hissəni sayıram. Asan üsulla sayanda ən böyük hissəni 1, 2, 3, 4, 5, 6'nın 1, 2, 3, 4'ə. 6 vurulsun 4. Üstə gəlinsin. 5 vurulsun 3. Üstə gəlinsin. Hərəsini 1 vaid azalda gedirəm. 4 vurulsun 2. Üstə gələk. 3 vurulsun 1. Bərabərdir. 24, 39,
47, 50-dən. 50 dənə o qırmızı ilə xətlədiyim yerin içərisində. Çöl hissələri saysaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə tək olan kvadrat var. Söhbət bunlardan gedir. 9 dənə bunlardan var. İndi plusların sayına gəlsək. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə və 5 dənə yarı içəridə olan və yaxud da hamısı çöldə olan mənim burada nələrim var? Pluslarım var. Bu elə 64 dənə eləyir. Amma 64 cavabı yoxdursa, deməli siz bilməlisiniz ki, artıq olan burada nəsə var. Və artıq olanlar nədir? Onlar da 9-lu kvadratlardır. Hansı ki, söhbət bunlardan gedir. Biri baxın budur. Gördüyünüz kimi bir hissəsi içəridədir, qalan hissəsi çöldə. Biri isə ondan bir dam aşağısıdır. Yəni biri də budur ki, mən bunu da qeyd eləməmişəm. 2 dənə də 9-lu kvadratım var ki, onların da yarısı çöldə, yarısı içəridə. Toplayıram nə qədər eləyir? 66 dənə mən burada nəyim var? Kvadratım var. Deməli, növbəti sualım 42-ci sual. 42-ci sualda üçbucaqların sayılmasıdır. Bunu nömrələmə ilə saymaq asandır, bu fiquru. Deməli, gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə elə belə saydım. 8 dənə. 8 dənəsini sayandan sonra 1 ilə 2-nin bir dənə üçbucaq yaratdığını görürəm. 1 ilə 2. Belə bir üçbucaq yaradır. 3 ilə 4 bir dənə üçbucaq yaradır. Ondan sonra 5 ilə 6 bir dənə üçbucaq yaradır. Və 7 ilə 8 bir dənə üçbucaq yaradır. Həmçinin 1, 2, 3, 4 yaradır. 1, 2, 3, 4 yaradır. 3, 4, 5, 6 yaradır. 3, 4, 5, 6 yaradır. 5, 6, 7, 8 yaradır. 5, 6, 7, 8 yaradır. Və 7, 8, 1, 2 yaradır. 7, 8, 1, 2. Onsuz da baxsanız ən maksimum cavaba çatmışıq. 8 dənə balaca üçbucağı onsuz da qeyd eləmişəm. 1-dən 8-ə. 9, 10, 11, 12, 13, 14, 15, 16. Maksimum cavab onsuz da 16. Deməli, burada nə var? 16 dənə nəyim var? Üçbucağım var. Növbəti sualım 43-cü sual. Bunu da nömrələmə ilə saya bilərik. Deməli, 1, 2, 3, 4, 5, 6 dənə belə onsuz balaca üçbucağım var. Ondan sonra üçbucaqlara baxaq. 1 ilə 6 birini yaradır. 2 ilə 3 birini yaradır. Və 4 ilə 5 birini yaradır. 2, 3, 4 birini yaradır. 3, 4, 5 birini yaradır. Ondan sonra 6, 1, 2. 6, 1, 2 birini yaradır. 1, 6, 5 birini yaradır gördüyünüz kimi. 1, 6, 5-i qeyd elədik. 2, 4-ü qeyd elədik. 3, 4, 5-i qeyd elədik. Bunların demək olar ki, hamısını qeyd elədik. 1, 2, 3-ü qeyd eləməmişik. 1, 2, 3 birini yaradır. 4, 5, 6-nı qeyd eləməmişik. 4, 5, 6 da birini yaradır. Və üçbucağın özü də var təbii ki. Bir dənə də 10 qeyd eləyək. Üçbucağın özü. Yəni 1, 2, 3, 4, 5, 6-nın yaratdığı böyük üçbucaq. Bir dənə odur. 6 dənə balaca üçbucağı qeyd eləmişik. 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 dənə burada mənim üçbucağım var. Çünki hamısını axıra qədər saydıq. Növbəti sualımız 44-cü sual. 44-cü sualda nömrələməklə rahat şəkildə saya bilərik. 1, 2, 3, 4, 5, 6 dənə balaca üçbucaq var burada onsuz. 1 ilə 2 birini yaradır. 3 ilə 4 birini yaradır. 2 ilə 4 birini yaradır. 1 ilə 3 birini yaradır. 2, 4, 5 birini yaradır. 1, 3, 6 birini yaradır.
Bir dənə üçbucağın özü var ümumilikdə. Ondan sonra 2 4-ü qeyd eləmişik. 1 3-ü qeyd elədik, 1 2-ni qeyd elədik, 3 4-ü qeyd elədik, 2 4 5-i və 1 3 6-nı qeyd elədik. Sayaq 1 6 dənə də bu 7 8 9 10 11 12 13 dənə. 13 dənə maksimum cavaba çatmışıq. Demək olar burada 13 dənə üçbucağım var. Bundan artıq da yoxdur. Növbəti sualım 45-ci sual. 45-ci sualda məndən düzbucaqlıların sayını istəyir. Yadımızda saxlayaq, düzbucaqlıların sayı necə sayılır? Düzbucaqlıların sayında ilk növbədə biz bir dənə sətirdən və bir dənə də sütundan bir cərgə götürürük. Bir sətirdən bir sütundan. Və buradakı düzbucaqlıları sayıb bir kənara yazıram. Buradakıları da sayıb bir kənara yazıram. Və onların sayını bir-birinə vuranda düzbucaqların sayı alınır. Bu paralelograma da aiddir. Və necə saya bilərsiniz? İstəsəz tək-tək də saya bilərsiniz. Bildiyiniz kimi kvadrat da düzbucaqlı gedir. Ona görə 1, 2, 3 yazıram. Bax 1, 2, 3. 3 dənəsi ayrı-ayrılıqda var. 1 ilə 2, 2 ilə 3 və 1, 2, 3-ün özü neçədən oldu? 6 dənə. Bunu yazandan sonra toplaya da bilərsiniz. Yəni 1-in üstünə 2, 2-in üstünə 3, 6 dənə eləyir onsuz da. Və burada da 1, 2, 3 yazsam, yenə eyni formada 6 dənə alacaqdır. Toplaya da bilərəm, tək-tək saya da bilərəm. 1, 2, 3. Təbii ki, sütunu ayrı saysız, sətri ayrı saysız da. Yəni sütunun sətri aidiyyatı yox. Buradakı 1-i 2 dəfə təkrarlamadım mən. O sütundakı 1-ilə sətirdəki 1 fərq edir. 6 dənə budur, 6 dənə də budur. Və sətirdə aldığınızla sütunda aldığınız sayını bir-birinə vursun. Burada 36 dənə düzbucaqlı var. Növbəti sualım 46-cı sual. Paralelogramın sayılmağı da eyni qaydadır, eyni formada həll olunur. Bunu deməli, ilk növbədə çəkdim. Bu bir sətir. Nömrələri qeyd edirəm. 1, 2, 3, 4. Təbii ki, tək-tək də saya bilərsiniz. 1, 2, 2, 3, 3, 4, 2, 3, 4, 1, 2, 3. Amma burada toplasaz bəs eləyir. Toplayıram. Bu eləyir 10 dənə. Bir dənə də sütundan götürürəm. Bir hissə. Orada yazıram. 1, 2, 3. Bunları da toplayıram. Bu eləyir 6 dənə. Və sütunda aldığımdan, sətirdə aldığım cavabı bir-birinə vururam. 6 vurulsun 10. 60 dənə burada paralelogramım var. Çünki düzbucaqlı ilə eyni qaydadır paralelogram. Növbəti sualım 47-ci sual. 47-ci sualda biraz məntiqi formada işləmək lazımdır. Bax, məsəl üçün, mən bunu hansı formada işləyirəm? Buraya yazıram. 1, 2, 3, 4. O üçbucaqda da keçərlidir toplama. Amma gəlin biz yazaq. 4 dənə, 1 ilə 2, 2 ilə 3, 3 ilə 4, 1, 2, 3, 2, 3, 4 və həmçinin 1, 2, 3, 4. 1, 2, 3, 4 də var. Burada neçədən oldu? 4, 5, 6, 7, 8, 9, 10 dənə. Bax, 10 dənə bu hissədədir. 10 dənə. Əgər diqqətlə baxsaz, belə 3 dənə 10 var. Baxın, 10 dənə saydım. 1, 2, 3, 4 dənə düzdüm. Bax, həmin versiyada 1, 2, 3, 4. Biraz daha uzun versiya ilə çəkirəm. Yenə 10 dənə alınır. Yenə 10 dənə alınır. Biraz daha böyükdür də sadəcə. Yenə bax, 1, 2, 3, 4. Və burada da 10 dənə alınır. Və böyük üçbucaqda ümumilikdə bunun içində gedir. 3 dənə 10 eləyir yəni bu üçbucaq. O da eləyir 30. Növbəti sualım 48-ci sual. 48-ci sualda deməli. 1, 2,
3. İlk növbədə bu hissəni sayıram. 1, 2, 3 ilə sayanda burada onsuz da bilirsiniz də 6 dənə çıxacaqdır. 6 dənə çıxır. Saysaq 3 dənə, 1 ilə 2 bir dənəsini yaradır, 2 ilə 3 bir dənəsini yaradır və 1, 2, 3 də birini yaradır. Sadəcə bunları topladım, 6 dənə çıxdı. 6 dənə belə çıxır. Sonra 6 dənə bu formada çıxır. 1, 2, 3, 6 dənə. Yenə eyni şeydir. 1, 2, 3-ü təkrarlayıram. Sonra biraz daha genişləndirirəm. 1, 2, 3, 6 dənə də bu hissədən çıxır. 3 dənə altını artıq çıxartdım. Yerdə qalan məcbur əllə saymalıyam. Çünki onlar belə hissələrə bölünmür. Burada da bir dənə, 2 dənə, 3 dənə belə figurum var. Plus aşağıda da eyni ilə bir dənə, 2 dənə, 3 dənə belə figurum var ki, mən bunları nə etmişəm? Saymamışam. 3 dənə də belə figurum var. Bunları cəmləsəm nə qədər eləyir? 24 dənə burada üçbucağım var. Növbəti sualım 49-cu sual. 49-cu sualda necə edirik? 49-cu sualda biz bir sətir üzrə baxırıq. Bir sətir üzrə baxırıq. Və bir sətirdə bütün sol tərəfə baxan üçbucaqlarla, bütün sağ tərəfə baxan üçbucaqların, həmçinin bütün sol tərəfə baxan kvadratlarla, bütün sağ tərəfə baxan kvadratların sayı bərabər olmalı. Gəlin saylarını qeyd edək. Deməli, üçbucaqlar 1, sol tərəfə baxanları yazıram indi. 1, 2, 3, 4 dənə sola baxan var. Sağa baxan 1, 2, 3, 4, 5 dənə sağa baxan var. Deyir, sıraya hansı fiqurlar daxil edilməlidir? Mən bilirəm ki, bunların sayı bərabər olmalıdırsa əgər, sola baxanların üzərinə bir dənə əlavə etməliyəm ki, ikisinin də sayı 5-dən 5 olsun da, bərabər olsun. Avtomatik buradan sola baxan əlavə eləməliyəmsə, A variantı gedir, çünki bu sağa baxır. Yenə D variantı gedir, çünki həm sağa, həm də sola baxan əlavə edib. Hərəsinə bir dənə əlavə eləsəm, düzəlmir iş. Gərək yalnız sola baxan əlavə edeyim. Qalıram B, C, Y arasında. Buradan da sağa və sola baxan kvadratların sayını indi yenə qeyd edirəm ilk sətirdə. Sağa baxan kvadratlar 1, 2, 3 dənə. 3 dənə sağa baxan var. 1, 2 dənə də sola baxan. Yenə sol tərəfə baxan kvadratların üzərinə birinə əlavə eləməliyəm ki, saylar bərabər olsun. Yəni sağa baxanı çıxardıram, sağa baxanı çıxardıram, sola baxan əlavə eləməliyəm, cavab Y. Təbii ki, növbəti sətirlərdə də bu qanuna uyğunluq ödənilir. Onu da sahib yoxlaya bilərsiniz ki, qanuna uyğunluq yerinə yetirilir. Növbəti sualım 50-ci sual. Deməli, bu sualda necə olur? Bu sualda biz burada iştirak edən xəttlərin sayını qeyd etmişik. Amma necə? Deməli, bir xəttlərin sayı, yəni bir xananı tutan xəttlərin sayı, iki xananı tutan xəttlərin sayı, üç xananı tutan xəttlərin sayı, dörd xananı tutan xəttlərin sayı və beş xananı tutan xəttlərin sayını qeyd etmişik. Bunu hardan bilmək olar? İlk növbədə 26-ya baxsaq, bilə bilərsiniz. Çünki burada 26 dənə tək xananı tutan balaca xəttlər var. Baxaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. 26 dənə tək xananın var. Sonra 2 xananı tutanların sayı gördüyünüz kimi 2 dənədir. 3 xananı tutanların sayı 4 dənədir. 1, 2, 3, 4. 4 xananı tutanların sayı 2 dənədir. 1, 2 və 5 xananı tutanların sayı 2 dənədir. 1, 2.
Bunların hamısının sayını qeyd edirik. Biz də ardıcıl formada saylarını qeyd edəcəyik. İlk növbədə 5 xananı tutanların sayıdır. 5 xananı tutanların sayını qeyd edək. Baxaq, 5 xananı tutanlar 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8 dənə 5 xananı tutan var. Ondan sonra 4 xananı tutan var. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə də bundan var. Sonra 3 xananı tutanların sayını qeyd eləməliyik. 1, 2, 3, 4 dənə bundan var. Ondan sonra 2 xananı tutanların sayını qeyd eləməliyik. 1, 2, 3, 4, 5, 6 dənə bundan var. Və son olaraq da 1 xananı tutanların sayı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə də 1 xananı tutan nəyim var? Xəttim var. Qeyd elədik. 8, 8, 4, 6, 10. Cavabım olur Y variantı. Növbəti sualımız 51-ci sual. 51-ci sualda yenə açar sual qarşımıza çıxır. Burada deməli, ilk növbədə birinci cərgəyə baxmalıyıq. Birinci cərgəyə baxsaq, aşağıdakı cərgədə artıq olan fiquru seçildi. Deməli, biz artıq olanı çıxartmalıyıq. Və biz bildik ki, burada sayılar nə olmalıdır? Bərabər olmalıdır. İlk növbədə sola baxan və sağa baxan fiqurların sayını qeyd edirik. İlk növbədə uzaqlara baxaq. 1, 2, 3, 4, 5 dənə sola baxan var. Sağa baxanları qeyd edək. 1, 2, 3, 4 dənə sağa baxan. Deməli, artıq olan deyilsə, birini çıxartmalıyıq. Yox, əlavə et deyilsə, onda üstünə gəlməliyik. Deməli, 5 olandan birini çıxartmalıyıq. Sola baxan üç bucaqlardan biri çıxmalıdır. A variantı getdi. C variantı getdi. Y variantı getdi. Sola baxan üç bucaq çıxartmalıyıq. Gördüyünüz kimi ortadakı dairələr eynidir. Və baxıram son cərgəyə. Son cərgədə nələrin sayına baxmalıyam? İlk növbədə ona baxın. Kvadratların sayını gördüyünüz kimi sola və sağa baxan kvadratların sayı. Baxaq, deməli, sağa baxan 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 4 dənə sağa baxan. İndi sola baxanları qeyd edək. 1, 2, 3, 4, 5 dənə isə sol tərəfə baxan nəyim var? Kvadratım. Deməli, sol tərəfə baxanların sayı sağ tərəfə baxanların sayından artıq. Artıq olanı çıxardıram deyə bundan birini çıxartmalıyım. O da B variantı gedir, qalır D variantı. Növbəti sualımız 52-ci sual. 52-ci sualda necədir? 52-ci sualda hər bir qara hissə saat əqrəbi tərsi istiqamətində 3 addım irəliləyir. Baxın, 1, 2, 3. Gəlibdir bura. Sonra 1, 2, 3. Gəlibdir bura. 1, 2, 3. Gəlibdir bura və 1, 2, 3 getsə, bu hissə qara olmalıdır. İlk növbədə bunun gedişatını qeyd elədik. Və bu hissəyə gəldi düşdü. Bu hissə qara olmalıdır, Y getdi. Bu hissə qara olmalıdır, D getdi. Bu hissə qara olmalıdır, A getdi. Ondan sonra digərləri də eyni addımdan gedir. Bunu tapdıq. 1, 2, 3. Gəldi bu hissəyə. Ondan sonra 1, 2, 3. Gəldi bu hissəyə. Və 1, 2, 3. Gəldi bu hissəyə. İndi 1, 2, 3 eləsə, gəlməlidir hara? Bu hissəyə gəlməlidir. Bu hissə nə olmalıdır? Qara olmalıdır. Buradan da B variantı gedir. Qalır C variantı. Təbii ki, o birisi də eyni, o birisilər kimi 3 addım saat əqrəbinin tərsi istiqamətində irəliləyir. Növbəti sualım 53-cü sual. 53-cü sualda üç bucaqların sayılmasıdır. İlk növbədə balaca olanları sayacağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18.
18 dənə kiçik üçbucağım var burada. Ondan sonra biraz daha böyüklərini sayacağım. Keçid edilən biraz daha böyüklərinə. 1, 2, 3, 4, 5, 6, 6 və bir dənə də üzü aşağı duran var. Hansı ki o da budur. Bu deyilib 7 dənə. 7 dənə belə üçbucağım var. Ondan sonra biraz daha böyüklərinə keçirəm. 1, 2, 3, 3 dənə biraz daha böyük var. Ondan sonra ən böyüyü də sayıram. O da bir dənədir təbii ki. Və son olaraq burada bəzi üçbucaqlarım qaldı. Hansı ki onları saymamışam. Biri budur. Biri budur. Bu 2 dənə qeyd edək. Ondan sonra biri budur. Biri budur. Bu da 2 dənə. Bunu da qeyd edək. Və biri budur. Biri də budur. Bunlar da 2 dənə eləyir. Bunları da qeyd edək. Burada bu qədər üçbucağım var. Gəlin sayılarına baxaq. 28, 29, 31, 33, 35 dənə. 35 dənə burada nəyim var? Üçbucağım var. Növbəti sualım 54-cü sual. 54-cü sualda yenə saysaq balacaları 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 13 dənə burada mən kiçik üçbucaq sayıram. Yəni gördüyüm balacaları sayıram. Ondan sonra 1, 2, 3 dənə də təbii ki bunlardır. Və son olaraq bir dənə böyüyün özünü də saymalıyam. Böyüyün özü də üçbucaqdır çünki. Bir dənə də bu. Bunları cəmləsək nə qədər eləyir? Burada 17 dənə üçbucağım var. 17-dən sonrası da təbii ki yoxdur. Növbəti sualımız 55-ci sual. 55-ci sualda necədir? 55-ci sualda hər dəfə kvadrat 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırlanır və nöqtələrdən biri mərkəz xətti üzrə, diaqonal üzrə düzülür. Hər dəfə bir nöqtə diaqonal üzrə gəlir mərkəzə. Baxın, bunu 90 dərəcə fırlatdım. Gördüyünüz nöqtələr aşağı gedir. Solda duran nöqtə, yəni ən arxadan gələn, görürsünüz, bu belə fırlanır deyə ən qabaq buradır, ən arxa buradır. Ən arxadan gələn keçsi mərkəzə. Sonra yenə 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırlatdım. Nöqtələr sağ tərəfə keçdi və yenə ən arxadan gələn bu nöqtə mərkəz diaqonalı üzrə düzüldü. Deməli, növbətidə mən bunu 90 dərəcə fırlatsam, 90 dərəcə fırlatsam. Bu iki nöqtə keçəcəkdir yuxarı. 2 dənə qara nöqtə yuxarıda olacaqdır, arda-arda. Təbii ki, diaqonaldakı nöqtələrin yerlərini dəyişmir. Biri bunun altında olacaq, biri də burada olacaq. Və təbii ki, burada sondan gələn bu da diaqonal üzrə öz yerini tapacaq. Yəni, bura qoyulacaqdır. Təbii ki, burada nəyə diqqət yetirməliydim? Bu formada olacaqdır. Amma cavab variantlarında baxsınız ki, yoxdur. Bunu aynı əks eləməliyəm. Səbəb nədir? Çünki əgər bunun altına diqqətlə baxsaq, sual işarəsi necə qoyulur? Tərsinə qoyulur. Sual işarəsi tərsinə qoyulduğuna görə mən fiquru tərsinə çevirim. Yəni, aynı əks eləməliyim. Bu fiqurda aynı əks eləyəndə təbii ki, cavab variantı nə olur? Y variantı. Tamamilə yuxarıdakılar əksinə aşağı keçir. Mərkəz diaqonalda duranlar da digər diaqonal üzrə düzülür. Yəni, onlar da tam əksinə keçir. Bu formada olmalıdır. Bu formada düzülməlidir. Diaqonalın əksi budur. Bu da yuxarıdakıların əksidir. Cavabım olur Y variantı. Növbəti sualın 56-cı sual. 56-cı sualda necədir? 56-cı sualda hər bir fiqur müəyyən əməliyyat yerinə yetirir. Deməli, dairə gördüyünüz kimi kəsdiyi hissəni, kvadratdan bir hissə kəsibdir bu hissə. Kəsib çıxardır.
və orada öz yerini yaradır bu hissə. Üçbucaq. Üçbucaq nə edir? Üçbucaq kəsdiyi hissənin aynı əksini veribdir. Hansı hissəyə tərəf? Çölə doğru. Müsbət çölə doğru özünün aynı əksini veribdir. Hansı hissəni kəsibsə onu çölə çıxardır. Və qaldıq kvadrata. Kvadrat isə kəsdiyi hissəni içə doğru qatlayıb. İçə doğru qatlayıb. İç tərəfə doğru qatlayıb elə bilir. Bu formada içə doğru qatlayıb üçbucağı. Gördüyünüz kimi bu formadadır. Bu üçbucaqdır. Kəsdiyi hissə buydu kvadratın. Onu içə doğru qatlayıb. Aha, indi biz baxaq. Dairə əgər kəsim atırsa, mən dairənin kəsim atdığını bilirəmsə, deməli bu hissədə bir dənə nə olmalıdır? Dairəvi kəsi olur. Dairəvi kəsim. İndi kvadrat. Kvadrat fiquru içə doğru qatlayır. Kvadrat fiquru içə doğru qatlayırsa, bax bu hissədə, bu küncdə. Bu formada kiçik bir kəsim olmalıdır. Belə olmalıdır. Çünki baxın, bu kiçik kəsimi içəri doğru qatlayanda belə bir kəsi alınır. Aha, bu hissələr olduğu kimi getdi və eyni ilə digər tərəfdə də elə bir kəsim elədiyinə görə həmin formada biz fiqurumuzu çəkirik. Yəni, bu hissəyə də həmin formada kəsim atıbdır. Biz yuxarıdan çəkək ki, daha bərabər görsənsin. Aha, sonra buranı davam elətdiririk. Davam eləyəndə yuxarıda da üçbucaq var. Təbii ki, üçbucaq da olduğu hissənin aynı əksini yuxarı verdiyinə görə mən üçbucağın da aynı əksini yuxarıya doğru çəkirəm. Yuxarıya doğru bunu aynı əksi verməliyəm. Yuxarıya doğru aynı əksi verəndə bu fiqur təbii ki, necə olur? Bu fiqur bu formada olur. Bu formada yuxarıya doğru aynı əks verməlidir. Yəni, sizin fiqurunuz belə olmalıdır. İlk növbədə bunu yuxarıya doğru aynı əks verməli idi. Yəni, fiqur çölə çıxmalı idi, içəridə qalmalı deyildi. Üçbucaq fiquru çölə çıxardır, gördüyünüz kimi. Bunu yuxarıdan da, buradan da görə bilərsiniz ki, üçbucaq fiquru çölə çıxardır və aynı əksini verir çöldə. Fiqurun özünü vermir. Aynı əksini verir, yəni tərsin. Ona görə də C variantı və Y variantları yanlış variantlardır. B variantına baxsaq, yuxarıdakı fiqur biraz daha böyük fiqurdur, ondan biraz daha kiçik fiqur olmalıdır. D variantında aynı əksini düzgün verməyib və dairə də təbii ki, belə bir hissə kəsməlidir, kiçik bir hissə. Bu, dairəni çölə çıxardıbdır. Cavabım təbii ki, olur A variantı. Növbəti sualım 57-ci sual. 57-ci sualda hansı formadadır? 57-ci sualda buradakı qara bir hərəkət eləyir, bu bir hərəkət eləyir, bu da bir hərəkət eləyir. Deməli, hərəsi bir cür hərəkət eləyir. Buradakı qara necə hərəkət eləyir? Buradakı qara diagonal üzrə hərəkət eləyir. Görürsünüz, bir addım keçibdir bura, gəlib bura. Sonra bir addım yenə aşağı keçib, gəlib bura. İndi bir addım da aşağı keçəcəkdir. Yəni, sizin kvadratınızda o qara nöqtə harada duracaqdır? Qara nöqtə duracaqdır sağ alt küncdə. Sağ alt küncdə duracaqdır qara nöqtə. Aha, bu qara nöqtə necə hərəkət edib? Sağa doğru hərəkət edib və burada sona çatdığına görə qayıdıb başa, yəni bura. Bir dənə də sağa doğru hərəkət edəsə mərkəzdədir. Burada artıq üst-üstə düşüblər deyə görsənmir. Bu ikisi bununla, bu altdakı üst-üstə düşüb deyə burada iki dənə görsənir. Yəni, bir dənə də sağa keçsə olacaqdır burada. Artıq bu qara nöqtəniz burada olmalıdır. Və bu qara nöqtədə sağa doğru hərəkət edir. Sağa doğru bir addım atıbdır, gəlib bura. Bir addım atıbdır, görürsünüz burada gəldi toqquşdu. Buradan diagonal üzrə gələnlə bu eyni yerdə olduğuna görə burada iki dənə görsən. Və bir addımda sağa keçsə harada duracaqdır? Təbii ki, burada dayanacaqdır. Bu qara nöqtəm də burada dayanmalıdır. Fiqurun bu formada olmalıdır. Cavab variantım olur A variantı. Növbəti sualım 58-ci sual. 58-ci sualda necədir? 58-ci sualda hər birini qatlanmasına uyğun şəkildə qatlamalıyıq. Bax, deməli, gördüyünüz kimi burada bu hissəni deyir ki, ortaya qatla. Bax, qatlama işarələri də göstərir. Görürsünüz, bu formada içə doğru qatlamalıyam bunları. Bunu içə doğru qatlayanda təbii ki, bu hissə gəlir bu formada düşür.
bu formada. Bu hissədə gəlir bu formada düşür. Və üçbucaq da təbii ki, burada qara olur. İndi mən eyni formada bunları qatlamalıyam. İlk növbədə bozu gördüyünüz kimi deyir yuxarı qatda, ağı da aşağı qatda. Ağ hissəni aşağı qatlayanda bu hissəm tamamilə ağ olur. Ağ rəngi olur. Yəni, burada xəttlər görsənmir. Bozu qatlayanda isə bu hissədə tamamilə boz rəngi olur. Boz rəngi olur. Və bu hissədə görsənmir. Yəni, biri ağ, biri boz olmalıdır. Hansı ki, bu formada ağ, boz bu variantlar gedir. Və qaldıq indi bu hissəyə. Bu hissədə qara bu tərəfə qatlanmalıdır, bu isə yuxarı qatlanmalıdır. Qara bu tərəfə qatlananda bura tamamilə qara olur bu hissə. Tamamilə qara olur. Bu da yuxarı qatlananda bu hissədə gəlir xəttlər üst-üstə düşür. Və burada nə yaranır? Yəni, damalar yaranır. Burada da damalar yaranmalıdır. Sağ yuxarı künc damalı olmalıdır, sol alt künc qara olmalıdır. Digər hissələr silsəm, əslində tamamilə aydın şəkildə görsənəcəkdir. Hər birini içəri doğru qatlamışam. Bu sadəcə digər hissələrin qatlandığı bəlli deyil deyə biraz çaşdırıcı ola bilər. Bu formada olmalıdır. Sadəcə bu hissə boz olmalıdır. Qalanları eynidir. Burada damalar yaranmalıdır. Burada qara olmalıdır. Bura ağ olmalıdır. Gördüyünüz kimi bu hissə ağ olmalıdır. Və burada boz olmalıdır. Təbii ki, bir dənə bu hissəni boz rənglə götürməliyik. Deməli, cavabımız olur nə? Cavabımız olur, təbii ki, A variantı. Buradan C variantı da çıxır. Çünki C variantında burada damalar yoxdur. Keçid eləyək növbəti sualımıza. Növbəti sualımız 59-cu sual. Deməli, bu sualda necə edirik? Bu sualda biz ilk növbədə bizə verilən fiqurların hansı əməliyyatı yerinə yetirdiyini tapmalıyıq. Deməli, hansı fiqurların? Deməli, birinci fiqurun, ikinci fiqurun və üçüncü fiqurun hərəsinin özünə məxsus bir əməliyyatıdır. İlk növbədə bunları qeyd eləməliyik ki, bunlar hansı əməliyyatları yerinə yetirir. Gördüyünüz kimi birinci fiqur, fiqurun sağ yuxarı və sol aşağı qismini rəngləyir. Deməli, yazaq. Bir, fiquru rəngləyir. Amma hansı hissələrini rəngləyir? Sağ yuxarı və sol aşağı. Bunu qeyd edin. İkinci fiqur. İkinci fiqur tamamilə fiqurumuzu ortadan bölür və yuxarıdakını da 180 dərəcə çevirir. Aşağıdakını da 180 dərəcə çevirir. İkisini də 180 dərəcə çevirir. 180 dərəcə çevirəndə təbii ki, bir dənə rənglər yer dəyişəcəkdir. Əgər rəngli olsa, qalan fiqur özü kimi qalacaq. Sadəcə 180 dərəcə çevirir. Aşağını və yuxarını ayrı-ayrılıqda 180 dərəcə çevirir. Bax, bunu da məsəl üçün ortadan tam şəkildə bölür və aşağı ilə yuxarını 180 dərəcə çevirir. Üçüncü fiqurumuz nə edir? Birinci, ikinci fiquru yazaq. Deməli, soldan sağa doğru fiquru ortadan bölür və hər iki tərəfi, birinci və ikinci kəsilən tərəfi 180 dərəcə çevirir. Üçüncü fiqur. Üçüncü fiqurun, deməli, fiquru yuxarıdan aşağıya doğru bölür. Yuxarıdan aşağıya doğru bölür. Və sol qismi ilə sağ qisminin yerini dəyişir. Yəni, 1 ilə 2 yazsaq bura. 1 ilə 2 yer dəyişir. Olur 2 sola gəlir, 1 sağa gəlir. Bu formada yer dəyişir. Deməli, üçüncü fiqurumuz nə edir? Yuxarıdan aşağıya doğru fiquru mərkəzdən bölür və solla sağın yerini dəyişir. Sol ilə sağın yerini dəyişir. Yer dəyişir. İndi yazdıq biz fiqurlarımızı. İlk növbədə biz tətbiq eləməliyik 3-ü, sonra 1-i, sonra 2-ni, sonra yenə 3-ü. Bu ardıcıllıqla biz tətbiq eləməliyik.
İndi ilk növbədə biz tətbiq edirik nəyi? İlk növbədə tətbiq edirik 3-ü. 3 yuxarıdan aşağıya doğru mərkəzdən bölür fiquru və solla sağın yerini dəyişir. Solla sağın yerini dəyişəndə fiqurumuz olur belə. Bu formada. Aha. Sonra 2. Bunu elədik. Gəldik 2-yə. Burada birinci fiqur tətbiq edilibdir. Deməli, sağ yuxarı künclə sol alt küncün rəngini dəyişəcək. Sağ yuxarı künclə sol alt küncün rəngini dəyişməlidir. Bunların rəngini nə eləməlidir? Qara rəng eləməlidir. Bunların rəngini qara eləyəcəyik. Bu hissələrin sağ yuxarı ilə sol alt küncün rəngini qaraltmalıyıq. Bu hissələri qaraltdıq. Aha, indi üçüncü əməliyyatı yerinə yetirməliyəm. Üçüncü əməliyyatı yerinə yetirərkən baxıram ki, biri bunu həll elədik. İkinci fiquru tətbiq edib. İkinci fiqur nədir? İkinci fiqur bunu ortadan bölür, tam mərkəzdən və yuxarı ilə aşağı 180 dərəcə çevirir. Gəlin çevirək. Yuxarı ilə aşağı 180 dərəcə çevirək ilk növbədə. Bu aşağının 180 dərəcə çevrilməsi. İndi yuxarını çevirək. Bu da yuxarının 180 dərəcə çevrilməsi. Mən nəyi nəzərə almalıyam? Nəzərə almalıyam ki, 180 dərəcə çevrilmədə sağda olan təbii ki, sola keçəcək. Yəni, yuxarıda sol rəngləyəcəm. Aşağıda isə solda olan keçəcək sağa. Aşağıda isə rəngləyəcəm hansı tərəfi? Sağ tərəf. Aha, yenidən rəngi alırıq. Yəni, bu hissəni rəngləməliyəm. Çünki bu 180 dərəcə nə edibdir? Çevrilibdir. Və digər tərəfdə də bu hissəni rəngləməliyəm. Çünki 180 dərəcə nə edibdir? Çevrilibdir. Və son olaraq nə edirik? Son olaraq digər dördüncü əməliyyatımızı yerinə yetiririk və bununla da sualımızı yekunlaşdırırıq. Deməli, dördüncü əməliyyatda nədir? Yenə kvadratı tətbiq eləməliyəm, yəni üçüncü fiquru. Üçüncü fiqur ortadan tam şəkildə bölürdü. Ortadan şəkildə bölürdü və solla sağın yerini dəyişdirir. Yəni, bunları adlandırsaq 1 və 2. 1 ilə 2-nin nə edəcək? Yerlərini dəyişəcək. Yerlərini dəyişdikdə 1 ilə 2-nin ilk növbədə gəlin 2-ni çəkək sağ tərəfə. Bu olsun 2. İndi digərini də çəkək sol tərəfə. Aha, bu formada çəkdik. Rənglərdə təbii ki, bununki qara idi, burada da alt hissə qara idi. Rənglərini də çəkək, ilk növbədə rənglərini də rəngləyək və cavab variantımız artıq çıxır. Bu qara idi, və sol alt tərəf qara olmalıdır. Düzgün cavab variantımız hansı olur? Təbii ki, A variantı olur. Bu sonuncu fiquru da tətbiq elədik və düzgün cavab variantımız nə oldu? A variantı.
Növbəti sualımız 60-cı sual. Sual 60-da necədir? Gördüyünüz kimi sual 60-da şərti oxuyaq. Deyir, sol tərəfdəki fiqurlardan ortada müəyyən mövqelərdə duran ulduzların aktiv olmasına görə sağ tərəfdəki fiqurlar alır. Yəni, bunlardan sağdakılara. Qara rəngli ulduzlar aktiv, ağ ulduzlar isə deaktiv sayılır. Qara rəngli olanlar bunlar, ağlar isə bunlar. Bunlar aktiv ulduzlardır, bunlar isə pasiv ulduzlardır. Ulduzların hansı əməlləri tətbiq etdiklərini taparaq sual işarəsinin əvəzinə uyğun olan variant seçin. Deməli, bu ulduzların hər biri müəyyən əməliyyat edir. Burada 4 dənə ulduz var. 1, 2, 3, 4. İlk növbədə mən bunların əməliyyatını tapmalıyam. 1-in, 2-nin, 3-ün və 4-ün. Və sonra bunların tətbiq elədiyi bu hissəni tapmalıyam ki, nələri tətbiq edib sağdakı sual işarəsini alacam. Çalışaq ki, burada biz həmişə tək olandan başlayaq. Tək olan budur gördüyünüz kimi. Birinci ulduz yanır təkcə burada. Digərlərinin hərəsində 2 dənə ulduz yanır. Burada 1 dənə ulduz yanır. Və gördüyünüz kimi burada aynı əksi deyə bilərdim. Amma burada kvadrat böyükdür, burada kiçik. Burada dairə kiçikdir, burada dairə böyükdür. Deməli, aynı əksi deyil. Hər birində bir əməliyyat elədiyini nəzərdə tutsam, deməli, bu dairəni kvadrata çevirib, gördüyünüz kimi, ölçülər eynidir. Kvadratı da dairəyə çevirib. Uyğun olaraq bu birinci fiqurdur, bu ikinci fiqur, bu birinci fiqurdur, bu ikinci fiqur. Yəni, nə edibdir? Fiquru dəyişibdir. Fiquru dəyişir. Bir fiquru dəyişir. Keçid edilən 2-yə. Artıq yuxarıda birin fiquru dəyişdiyini tam aydın şəkildə görə bilərəm. Burada yalnız birindən ikinci işıq yanır. Və burada fiquru dəyişdiyini görürəm. Bax, dairəni kvadrat edib, kvadratı dairə edib, kvadratı dairə edib. Gördüyünüz kimi fiqurları nə edibdir? Dəyişib. Fiqurları dəyişib. Biri bildik. Bir burada hazır. İndi 2-ni bilməliyik. 2 nə edib? 2 gördüyünüz kimi bax ağı qara eləyib, ağı qara eləyib, ortadakı qaranı ağ eləyib, ağı qara eləyib. Deməli, bu nə edir? Rəng dəyişir. Rəng dəyişir. 2-nin rəng dəyişdiyini bildik. 2 də rəng dəyişir. İndi burada 2 ilə 3-cü işıq yanır. 2-nin rəng dəyişdiyini bilirəm. Ağı qara eləyib, qaranı ağ eləyib, qaranı ağ eləyib. Bu rəng dəyişir. Görək 3 nə eləyir? Görürsünüz, burada fiqur böyükdür, burada kiçikdir. Burada kiçikdir, burada böyükdür. Bu da kiçikdir, bu da böyükdür. Deməli, 3 nə eləyib onda? Ölçülərini dəyişib. Görürsünüz, böyük, kiçiyi eləyib. Kiçiyi böyük eləyib, kiçiyi böyük eləyib. 3 ölçülərini dəyişir. Ölçülərini dəyişir. Və son olaraq 4. 3 ilə 4. Burada tətbiq olunub. 3-ün ölçüləri dəyişdiyi görsənir. Bax, fiqurlar eynidir. Diqqətlə fikir versəz. Bax, bunun görünüşündən bunun görünüşü eynidir. Bununla bu eynidir. Bununla bu eynidir. Təbii ki, təsadüf ola bilməz bu. Fiquru dəyişsəydik, tutaq ki, bu xət burada belə gedərdi. Həm də böyük necə kiçik olubdur? 3 var, bəli. Onu bildik ki, böyük kiçik ola bilər. Amma fiqur dəyişmə ola bilməz axı. Burada xət yuxarıdan aşağı gedir, burada soldan sağa gedir. Deməli, 4 nə edir? 4 sadəcə aynı əks veribdir. Aynı əks verəndə, təbii ki, ən uzaqda duran gedir uzağa düşür, ən yaxında duran gəlir yaxına düşür. Ortadakı da ortada qalır. Deməli, mən tətbiq eləməliyəm. İlk növbədə bunu da yazaq ki, aynı əks verir, aynı əksi. Mən tətbiq eləməliyəm nəyi? 1-i, 3-ü və 4-ü. İlk növbədə ikinci işığın yanmadığını görürəm. Yəni, rənglər dəyişməyəcək. Bir dənə ağ, 2 dənə qara olacaq. Bunu bilək. Rənglər dəyişməyəcəksə A variantı, C variantı və D variantı gedir. Çünki rənglər dəyişmir axı. İkisi qara, biri də ağ qalacaqdır. Rəng dəyişmə, işığım yanmır. Digərlərinə baxaq. 1 nə edir? Fiqurları dəyişir. Deməli olacaq onda 2 dənə kvadratdırsa, 2 dənə dairə olacaq, 1 dənə kvadrat olacaq. 2 dənə dairə, 1 dənə kvadrat olmalıdır. Elə buradan da Y variantı getdi. Çünki 2 dənə dairə olmalıdır, 1 dənə kvadrat. Burada 2 kvadrat var. Qaldı nə variantı? B variantı. Digərlərini həll eləməyə ehtiyac qalmalı. Cavabım olur B.